O gündən sonra Abbas sazını götürüb yola çıxdı. Ellər gəzdi, məclislər dolaşdı. Harda saz çaldısa, hər kəs heyran qoydu. Abbasın şan-şöhrəti sürətlə yayılmağa başladı. Onu uca, saf eşqi vəsf edən haqq aşığı kimi tanıdılar. Amma Abbas üçün ad-san vacib deyildi. O hər çaldığı havada bir vaxtlar bağda gördüyü baxışları xatırlayır, gözü hər yerdə o qızı axtarırdı. Sizə kimdən deyim, kimdən danışım? Şahzadə Gülgəz Pəridən. Sarayda onun şəninə məclislər qurulur, fərmanlar verilirdi. Amma Gülgəz öz səssizliyində, ilahi qüvvəyə güvəni ilə yaşayırdı. Bəzən pəncərədən saraya dolan saz səsi onun yadına bir bağ, bir baxış salırdı. Günlərin birində saraya xəbər yayıldı ki, uzaq eldən şöhrətli bir aşıq gələcək. Onun şərəfinə böyük ziyafət veriləcək. Abbas saraya dəvət alanda hələ bilmirdi ki, sazının sorağı onu həsrətinə doğru aparır. Məclis günü Abbas irəli çıxdı, sazını köklədi. Simlərə mizrabını vuran kimi qəlblərdəki sarı simə toxundu. Gülgəz Pəri aşığa baxdı. Bu səs ona yad gəlmirdi. Bir vaxtlar bağda yarımçıq qalan hiss yenidən oyandı sanki. Abbas başını qaldırdı. Baxışlar yenidən kəsişdi. Talih onların yollarını yenidən eyni nöqtəyə gətirmişdi. Amma bu yolda hələ maneələr vardı. Böyüklərin qərarları, saray qaydaları. Abbasın sevgisi bu maneələr qarşısında büdrəmədi, karıxmadı. Əksinə, o həyatın gedişatına, taleyin hökmünə güvənirdi. Zaman keçdi və bütün maneələr davadalaşla yox, anlayışla aradan qalxdı. Qapalı qapılar səsküylə deyil, səbirlə açıldı. Abbas və Gülgəz sevgidən başlarını itirmədilər. Əksinə, özlərini tapdılar. Bu hekayədəki maneələr nə Abbası yandırdı, nə Gülgəzi məhv etdi. İki sadiq cavanın dastanı bizə başqa bir həqiqəti xatırlatdı. Hər sevgi mütləq ağır imtahanlarla sınanmalı, dağlar aşmalı deyil. Sevgi bəzən aşiqlərə səbr öyrədir. Yaradılışın ədalətinə güvəndikdə yollar da açılır, maneələr də çəkilir. İnsana aid olan mütləq bir gün onu tapır.